Ona görə bizim bir xalq olaraq vəzifəmiz budur ki, onları heç vaxt darıxmağa qoymamalıyıq. Və daim onları xatırlamalıyıq ki, insanlar da yeni gələn nəsildə vətənpərvərlik ruhiyyəsində böyüsün. Bu ruhiyyədə böyüyən övladlar cəmiyyəti daim xilas eləmə uğrunda fikirləşəcək. Düşmən cürət eləməyəcək bir daha insana üstünə, vətənin üstünə gəlsin. Quran-ı Kərimdə ayələrin birində Allah Teala buyurur, Ənfal surəsinin 60-cı ayəsində buyurur və əiddu ləhum məstəta'tum min quvvətin və min ribatil xeyli turhibunə bihi aduvvəllahi və aduvvəkum. Buyurur ki, siz güc toplayın, qüvvət toplayın. İstər o dövrdən miniklərdən, atlardan istifadə olunurdu, istər atlar vasitəsilə, istər bugünkü dilimizlə desək, müasir texnikalar vasitəsilə güc qüvvət toplayın, bacardığınız qədər gücünüzü artırın, çoxaldın. Allahın düşməni və sizin düşmənləriniz sizdən qorxsun, çəkinsin deyə. Görürsən, Allah hara işarə edir. İnsan bəzən özün, öz xalqın, öz vətənin elə əzəmətli göstərməlidir ki, kimsə cürət eləməməlidir. Hətta yaxına gəlsin. Kimsə cürət eləməməlidir ki, onun üstünə gəlsin, üzərinə gəlsin. İstər insanın fərdi vəzifəsindən danışaq, istər ictimai vəzifəsindən danışaq. İstər insanın təklikdə özünə aid olan məsələyə bu şamil ola bilir, istər ictimai və bir ölkə olaraq. Hər bir halda insanın güc toplaması, qüvvə toplaması, çalışmasın, Allah buyurur ki, sizin və Allahın düşmənləri sizə qarşı cürət eləməmək üçün sən gücünü çoxaltmalısan. Ənfal surəsinin 60-cı ayəsində buyurur Allah Teala.